Salam müəllimlər. Bizim növbəti mövzumuz sanitar texnika avadanlıqların sadə təmiri mövzusudur. Su qarışdırıcı kranı necə təmir etmək olar? Su qarışdırıcı kranları təmir etmək üçün biz onların quruluşunu bilməliyik və hissələrini bir-birindən fərqləndirməyi bacarmalıyıq. Suyun soyuq, isti və ilıq verilməsi üçün birlinqli su qarışdırıcı kranlardan və ventilli su qarışdırıcı kranlardan istifadə edilir. Birlinqli su qarışdırıcı kranda digərindən fərqli olaraq bir qoldan istifadə etməklə onu yuxarı, aşağı, sağa, sola çevirərək tələb olunan təzyiqi, eyni zamanda verilən suyun temperaturunu asanlıqla tənzimləmək mümkündür. Birlinqli su qarışdırıcı kranlar dəstəkdən, su şırnağı tənzimləyicisindən, keramit kartrijdən, gövdədən, təsbit edici pərçimdən, əyilən su borusundan ibarətdir. Ventilli başlıqlı su qarışdırıcı kran isə 3 hissədən gövdə, ventilli başlıq, su axan boru, bu verilən 3 hissədən ibarət ventilli su qarışdırıcı krandır. Hazırda təyinatlı su qarışdırıcı kranlar istehsal edilir. Əlüzyanlar üçün, baxın, yalnız əlüzyanlar üçün əgər deyirsə, mərkəzi, vanna və əlüzyanlar üçün, yəni həm vanna, həm də əlüzyanlar üçün ikisi bir arada olan isə ümumi su qarışdırıcı kranlar istehsal edilir. Su qarışdırıcı kranlar su ilə daima təmasda olduqları üçün onların metal hissələri latundan, tuncdan, kran başlıqlarını hissəsi isə kran başlıqları plastik kütlədən, metaldan, sıxıcı ara qatları isə dəridən, plastikdən və rezindən hazırlanır. Su qarışdırıcı ventil başlığı su qarışdırıcı kranın, bu verilən su qarışdırıcı kranın əsas hissəsidir. Ventil başlıq su qarışdırıcı kranın əsas hissəsindən biridir. O, suyun hərəkətini tənzimləmək üçün nəzərdə tutulan bağlayıcı qurğudur. Su ötürücü kranda olduğu kimi su qarışdırıcı kranda da başlığı saat əqrəb istiqamətdə biz fırlatdıqda ara qat su qarışdırıcının gövdəsində yerləşən deşiyə sıxılır və gələn suyu bağlayır. İndi isə su qarışdırıcı kranların ventil başlıqlarında olan nasazlıqlar zamanı necə onları təmir edə bilərik, onlara baxaq. Birinci nasazlıqda ventil başlığı açıq qaldığı zaman su kran başlığına şpindellə axarsa, biz onu necə təmir edə bilərik? İlk öncə onu qaykanı saat əqrəbi istiqamətində möhkəm sıxırıq. Əgər bu kömək etmirsə, qaykanı tam açıb, nazik vintaçanla, köhnə kipkəci şpindellə gövdənin arasından, yəni şpindellə gövdənin arasından çıxardırıq. Daha sonra şpindelə bir neçə qat yağ obturulmuş kətan və ya kətənə lifi dolayırıq. Qayka ilə kipkəcə sıxıb gövdəyə bağlayırıq. Şpindelin rahat fırlanması kran başlığı ilə yoxlanılır. Yəni, kran başlığı ilə biz onu yoxlayırıq. Həmçinin köhnə kipkəci yenisi ilə də əvəz etməklə biz bu işi, bu nasazlığı təmir edə bilirik. İkinci nasazlıq zamanı necə təmir etmək lazımdırsa ona baxaq. Ventil bağlıdır, amma krandan su axır və ya onu açdıqda su qarışdırıcı kran uğuldayır, titrəyirsə, biz bunu necə təmir edirik? İlk öncə su təchizat sistemində biz suyu bağlayırıq. Suyun tam kəsildiyindən əmin olduqdan sonra kran başlığını saat əqrəbi istiqamətində fırladıb ventil başlığını açırıq. Kran başlığını bağlayan vinti açıb, baxın, kran başlığını bağlayan vinti açıb, onu çıxarırıq. Daha sonra ventil başlıq gövdəsini açar ilə çıxarıb ara qatını yenisi ilə əvəz edirik. Əgər qapaq ara qatla şpindeldən düşərsə, şpindeli gövdədən fırladıb açmaq, qapağı çıxarmaq və zəif çəkic zərbələri ilə şpindelin ucundakı deşiyə yüngül zərbələr vuraraq o deşiyin diametrini azaldırır. Sonra isə döyəcləmə vasitəsilə qapağı şpindelin deşiyinə taxıb kernirli deşiyi yastalamaq lazımdır.
Üçüncü nasazlıq zamanı biz hansı təmir işlərini həyata keçiririk ona baxaq. Kran başlığını axıra qədər bağlamaq olmur. Su püskürüb axır. Bu nasazlığı aradan qaldırmaq üçün ventil başlığı dəyişmək lazımdır. Bunun səbəbi şpindeldə və yaxud da ki, gövdədə yivin dağılmasıdır. Bir daha təkrar edək, nəzər salaq. Nasazlıqlara ventil başlığı açıq qaldığı zaman su kran başlığından şpindellə axarsa, bu nasazlığı necə təmir edirik? İlk öncə qaykanı saat əqrəb istiqamətinə möhkəm sıxmaq lazımdır. Əgər bu kömək etməzsə, bu zaman şpindellə biz kətənə və yaxud da ki, kətan lifi dolayaraq bu nasazlığı aradan qaldıra bilərik və yaxud da ki, köhnə kipkəyici yenisi ilə əvəz etməklə də bu nasazlığı aradan qaldırmaq mümkündür. İkinci nasazlıqda ventil bağlıdır, ventil başlığı bağlıdır, amma krandan su axır və yaxud da ki, biz ventil başlığını açdıqda su qarışdırıcı kran uğuldayır və titrəyirsə. Bu nasazlıq zamanı isə biz onu necə təmir edirik? Bu nasazlıq zamanı da biz ara qatını yenisi ilə əvəz etməklə bu nasazlığı aradan qaldıra bilirik. Üçüncüdə isə kran başlığını axıra qədər bağlamaq olmur. Su püskürüb axarsa, bu nasazlığa səbəb də gövdədə və yaxud da ki, şpindeldə yivin dağılmasıdır. Bunu təmir etmək üçün də biz ventil başlığını yenisi ilə əvəz edə bilirik. Mənzillərdə də ki, müəllimlər bu su qovşağında olan təmir işlərinə, sanitar texniki işlər üzrə çilingər bu işləri yerinə yetirir. Bu nasazlıq zamanı biz sanitar texniki işçiləri işlər üzrə çilingər dəvət etməklə nasazlıqları aradan qaldıra bilərik. Həmçinin də biz verilən bu məlumatlar sayəsində də biz bu nasazlıqları aradan qaldırmağı bacara bilərik. Sanitar texniki işlərin yerinə yetirilmə qaydalarına baxaq. Təmirə başlamazdan əvvəl mütləq suyu bağlamaq lazımdır. Ventil başlıqları yastağız kəlbətilinə çıxarmaq olmaz. Çünki ventilin səthi zədələnə bilər. Yastağız kəlbətinlər ventilin səthini zədələyə bilər. Ona görə yastağız kəlbətinlər onları çıxarmaq olmaz. Yivi qırmamaq üçün kranın və ventil başlığının detallarını ehtiyatla əymədən borub çıxarmaq lazımdır. Sanitar texniki avadanlığın təmirindən sonra su ötürücü sistemə su verilərkən ventilin sınmaması üçün tələsmədən açmaq lazımdır. Təmir edilmiş avadanlıqdan sonra bitdikdən sonra suyun axmadığına əmin olduqdan sonra biz suyu tam açıb istifadə edə bilərik. İş bitdikdən sonra da əlləri sabunla yumaq lazımdır.